Mənəvi inkişaf nəzəriyyəsi. Kolberqə qədər bir çox alimlər mənəvi inkişafın yalnız sosial mühit və tərbiyə ilə bağlı olduğunu düşünürdülər. Amma Kolberqin araşdırmalarına görə tərbiyə və mühitlə yanaşı bir də uşaqların nəyi? Zehni inkişafı. Baxın, uşaqların, yəni insanların zehni inkişafı onların nəyinə birbaşa təsir göstərir? Mənəvi inkişafına birbaşa təsir göstərir. Zehni inkişafdan asılıdır mənəvi inkişaf. Yəni Kolberq özü Jean Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsi ilə tanış olandan sonra onu araşdırıb və onun əsasında da mənəvi inkişaf nəzəriyyəsini yazıbdır. Yəni Kolberq deyir ki, insanın zehni inkişaf etdikcə mənəvi inkişafı da formalaşa bilər. Yəni misal üçün uşaq əgər bu gün yaxşı ilə pisi ayıra bilmirsə, induktiv düşünə bilmirsə, yəni nümunələrdən özü üçün bir qayda çıxara bilmirsə, özü üçün bir dərs ala bilmirsə və ya öyrəndiyi bir qaydadan istifadə edə bilmirsə, zehni fəaliyyəti zəifdirsə, onun mənəvi inkişafı da yaxşı inkişaf etməyəcək təbii ki, irəli getməyəcək. Buna görə də Kolberqin nəzəriyyəsi kimin nəzəriyyəsi ilə bağlıdır? Jean Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsi ilə sıx bağlıdır. Bəli. Baxın, Kolberqin burada belə bir maraqlı ifadəsi var. Görün nə deyir. Diqqətli olun. Deyir ki, əxlaqi cəhətdən inkişaf etmiş uşaqların hamısı parlaqdır. Amma parlaq uşaqların hamısı mənəvi cəhətdən inkişaf etmiş deyil. Necə başa düşürsünüz bu cümləni? Aha. Bəli, baxın nə demək istəyir? Bəli, demək istəyir ki, əxlaqi cəhətdən uşaqlar inkişaf eləsə, onlar hamısı parlaq olacaq, yəni əxlaqlı olacaq, parlaq olacaq. Amma bu gün misal üçün parlaq uşaqların, yəni parlaq insanların hamısı da əxlaqi cəhətdən inkişaf eləməyibdir, mənəvi cəhətdən inkişaf eləməyibdir. Və necə? Emosional yox, daha çox mənəvi dəyərlərdən danışır, mənəvi dünyasından danışır, əxlaqi dünyasından danışır. Bəli. Elə adam olar ki, dünya görmüş, hər şey. Parlaqdır, bəli, tanınır, misal üçün məşhur adamdır, amma əxlaqi cəhətdən inkişaf eləməyibdir, mənəvi cəhətdən. Bəli, nə empatiya qura bilmir, ancaq mənəm deyir, başqalarını nəzərə almır, kiməsə kömək eləməyi içindən gəlmir, etmək istəmir, yalnız cəmaət görəndə eləyir. Məsələn, bunlar mənəvi cəhətdən inkişaf etməmiş insandır da. Belə, daha sonra Kolberq özü Amerika Birləşmiş Ştatlarının psixoloqudur və bu haqda gəlin onun nəzəriyyəsinin əsas mahiyyətinə baxaq. Kolberqə görə mənəvi inkişafın 3 əsas səviyyəsi və 6 mərhələsi var. Kolberq 3 səviyyə və 6 mərhələyə bölübdür mənəvi inkişafı. Bu səviyyə və mərhələlər hansılardır? Baxın, səviyyələr bunlardır. Birinci səviyyəmiz prekonvensional səviyyə adlanır. Prekonvensional. İkinci konvensional. Üç isə postkonvensional səviyyə adlanır. Bunların mənası nədir? Prekonvensional əxlaq öncəsi mərhələdir. Əxlaq öncəsi. Yəni burada hələ əxlaq tam formalaşmayıbdır. Əxlaq öncəsidir. Konvensional əxlaqın əsasının qoyulduğu bir mərhələdir. Burada artıq formalaşmağa başlayır. Postkonvensional. Post da nədir? İngilis dilində o. Yəni üst səviyyədə, yəni postkonvensional əxlaq sonrasıdır artıq. Əxlaqdan o daha üst səviyyə. Və hər bir səviyyəni də 2 mərhələyə ayırıbdır Kolberq. Deməli, birinci səviyyənin 2 mərhələsi var. Baxın, itaət və cəza, individualizm. İkinci səviyyəndə 2 mərhələsi var. Qəbul olunma və səlahiyyət sosial nizamın qorunması. Əxlaq, bəli, əxlaqın formalaşdığı mərhələ. Üçüncü səviyyənin də nəyi var? 2 mərhələsi var. Sosial müqavilə və universal etik prinsipləri. Gəlin, baxaq birinci səviyyənin mərhələlərinə. Aşağıdan yuxarıya gedirik. Deməli, birinci səviyyə adlanır itaət və cəza. Nədir itaət və cəza? Adından məlumdur əslində. Yəni, cəza olmasa itaət göstərməz. İtaət göstərməyən insanlardır. Mütləq nə olmalıdır? Cəzalanmalıdır ki, itaət göstərsin. Bəli, buna deyirik biz qılınc müsəlmanı.
Bəli, kurikuluma görə cəza var təbii ki. Mükafatlandırma da var, cəzalandırma da var. Yəni insan faktoru olan yerdə kurikulumu qoyduq qırağa. Cəza mütləq olmalıdır. Cəza olmasa olmayacaq. İtaət və cəza. Bu sadəcə mənəvi cəhətdən inkişaf etməyən insanı nəzərdə tutur ki, yəni cəza olmasa itaət göstərtməz o adam. Məsələn, şagird sinifdə qaydaları pozmur. Niyə pozmur? Çünki cəza alacağını bilir, cəzadan qorxur. Cəza olmasa nə edər? O qaydaları pozar rahatlıqla. Cəzadan qorxduğuna görə pozmur. Və ya böyük bir insan həmişə yol qaydalarını pozur. Amma cəzalanandan sonra onu cərmələyirlər. Ondan sonra nə edəmir? Bir də o qaydaları pozmur. Pozmamağa çalışır ən azından. Çünki bilir ki, nə olacaq? Pozsa cərmələnəcək. Məsələn, təzə qanun çıxartılır ki, yerə siqaret atmaq üçün cərimə. Bəli, heç kim atmır. Bəli. Deməli, itaət və cəza budur. Cəzadan qorxduğu üçün itaət göstərənlər, bura yazırıq nə? Qılınc müsəlmanı. Qılınc müsəlmanı. Cəza olmasa itaət göstərtməz. İkinci mərhələmiz adlanır individualizm. Onlar şəxsi maraqlarını güdən insanlardır. Baxın, individual yanaşmaq nədir? Şəxsi maraqlarına görə davranmaq. Özünə görə, yəni öz yönümlü olmaq daha çox. İndividual. Bunun ikisində də birinci mərhələdə, ikinci mərhələdə fərdi belə deyim də xüsusiyyətləri daha öndədir. İtaət və cəzada da daha çox özünü düşünür, individualizmdə də öz mənfəətini düşünür ikisində də. İndividualizm qarşılıq güdərək bir işi görməkdir. Məsələn, şagird sinif yoldaşına kömək eləyir ki, sən də neynə? Sən də mən çətinliyə düşəndə mənə kömək elə. İndividualizmdir, o şəxsi marağını güdür. Və ya bir yaxınım dara düşür, mən ona kömək eləyirəm ki, sabah mən də dara düşəndə o da mənə kömək eləsin. Baxın, individualizm budur, şəxsi maraqlarını güdməkdir. Bəli, məsələn, atam gedir toya gedəndə deyir ki, ora bu qədər pul yazdırım, o da neyləsin? Borcdur da, hə. O da gəlsin, bizim toya bu qədər pul yazdırsın. Yəni, qarşılıq güdərək. İndividualizm budur. Buna yazılır şəxsi maraqlarını güdür. Yəni, şəxsi maraqdır individualizm. Şəxsi maraq. Sonra, gəlir bizim bu iki mərhələ oldu, ən aşağı mərhələlər. İkinci səviyyənin iki mərhələsi. Qəbul olunma. Baxın, qəbul olunma nədir? Adına məlumdur əslində. Cəmiyyət tərəfindən qəbul olunmaqdır bu. Cəmiyyət tərəfindən qəbul olunmaq məntiq xətası var. Odur yəni. Bu adamlar kiməsə kömək eləyirlər məsələn. Yaxşılıq eləyirlər ki, nə olsun? Hamı onları görsün. Hamı onlara yaxşı adam desin. Bəli. Misal üçün, şagird sinif yoldaşına kömək eləyir ki, müəllim baxsın desin ki, nə yaxşı uşaqdır, nə ağıllı uşaqdır, onu tərifləsin. Və ya bir nəfər yolla gedir, görür ki, bir qoca qadın yolu keçməyə çalışır, əlində ağır çantaları var. Sağa baxır, sola baxır, görür ki, ətrafda çoxlu adamlar var və gedir tez qaça-qaça, aynen, ay xala, ver onu daşıyım deyir. Aparır, yolun o biri tərəfinə qoyur. Amma sağa baxacaq, sola baxacaq, görəcək orada heç kim yoxdur. O qadının yanına nə edəcək? Düz də keçəcək. Hələ bəlkə bir çiyin də vuracaq ki, ay arvadı, yol ver, qoy keçim. Bu adlanır nə? Qəbul olunma. Yəni, başqalarına görə eləyir, düzdür? Məsələn, bir kasıba gedirlər, 5 manat pul verirlər, onu çəkib hamıya göstərirlər ki, baxın, yazığa, kasıba neynədim, kömək elədim. Bunlar hamısı göstəriş üçündür və buna deyirik biz nə? Dırnaq arası yaxşı adam. Yəni, bunlar dırnaq arası yaxşı adamlardır. Yəni, cəmiyyət onları görməsə, onlar heç o bu yaxşılığı etməzlər, yəni. Sırf başqalarının gözündə. Bəli, cəmiyyətin gözündə yaxşı görsənmək üçün bunu edirlərsə, bu adlanacaq qəbul olunma mərhələsi. Sonra gəlir bizim dördüncü mərhələ. Dördüncü mərhələ adlanır səlahiyyət və sosial nizamı qoruma. Sosial nizam, səlahiyyət, bu qayda qanun adamlarıdır bunlar. Hər bir şeyi qayda, qanun çərçivəsində etməyi xoşlayırlar. Yəni, qaydaları pozmurlar. Niyə? Çünki qanun alidir. Yəni, qanunların aliliyini düşünürlər. Qanunları sorğulamırlar. Məsələn, əgər bugün bizim qaydamız varsa ki,
bu iş belə olmalıdır. Yox, bu qədər yəni. Onlar o işi o şəkildə də edəcəklər. Misal üçün deyək, bu müəllim deyib ki, filan saatda mütləq dərsdə olmalısınız. Şagirdin yolu uzaq olsa da, nə qədər ona çətin olsa da nə edəcək? Vaxtında gəlməyə çalışacaq. Bu olacaq səlahiyyət və sosial nizamı qoruma. Məsələn, bir hadisə baş verəndə o özü müdaxilə etməyəcək. Nə edəcək? Çağıracaq, səlahiyyətli şəxslər gəlib məşğul olsun. Məsələn, deyək, bir yanğın baş verir. Da əlinə vedrə götürüb düşməyəcək o yanğını söndürməyə. Və ya özünü o yanğın içinə atıb gedib insanları xilas eləməyəcək. Yanğın söndürən çağıracaq. Da neyniyək? Yanğın söndürən çağıracaq. O da onların qismətidir. Və yaxud da ki, maşın vurur birini, elə yıxır yerə. O da ilkin tibbi yardım göstərə bilmədiyinə görə neynəmir? Da o adama əlini vurmur. Zəng eləyir, neyniyir? Skoru çağırır. Skoru da tez gəlir. Gələnə qədər o yazıq neyniyir? Gedir o tərəf. Qayda qanunla yəni. Əslində düz düşünür. Əgər bacarmırsa yəni, kömək eləsə, ölməyəsi etsi də öləcək. Bəzən olmaz, bəli. Qayda qanun. Bəzən bunlara deyirlər, bu cür insanlara deyirlər, nə bilim, xəbərçi, başqalarına nə bilim söz yetirən, hələ başqa sözlər də deyirlər. Yəni, öz haqlarını tələb edən insanlara. Amma əslində elə deyil. Elə deyil əslində. Səlahiyyət və sosial nizamı qoruma sırf qayda qanunlara əməl edən insanlardır. Onlar deyir ki, bir söz var, qanunlar qarşısında boynum qıldan incədir. Belə bir məsələdir yəni. Onlar qayda qanunları hər şeydən öndə görürlər. Bu da adlanır səlahiyyət və sosial nizam. Dediyimiz kimi nə oldu bu da? Qayda qanun adamları. Yəni qaydalara, qanunlara həmişə riayət edirlər. Qayda qanun adamlarıdır bunlar. Belə. Sonra gəlir bizim ən yüksək mərhələlərimiz. Yəni sosial müqavilə və universal etik prinsipləri. Bunlar artıq ən ali səviyyələrdir. Sosial müqavilə hər şeyə ədalət prinsipinə baxan insanlardır. Sosial ədalətlilik. Onlar deyir ki, qaydalar, qanunlar olsun, amma cəmiyyət tərəfindən müəyyənləşdirilsin. İnsanlar üçün xeyirli olsun. Sosial müqavilə budur. Sosial ədalətlilik olacaq bu. Baxın, sosial ədalətlilik. Sosial ədalətlilik. Misal üçün, bayaq deyirdiksə, əgər qayda qanun qoyulub ki, filan saatda dərsə gəlmək lazımdır və şagird mütləq o saatda gəlir. Amma şagirdlərdən biri çıxıb, bu məhəldə olan şagird deyəcək ki, filan kəsin yolu uzaqdır, onun üçün bu qayda qanunlar yəni doğru deyil, bunu sorğulayacaq. Yəni, sosial müqavilədə olan insanlar qayda qanunların doğruluğunu, yaxşılığını, pisini sorğuluyurlar. O saat qəbul eləmirlər yəni. Sorğuluyurlar ki, bu düzdürmü, yoxsa yanlışdırmı? Və yaxud da ki, misal üçün, bu tarixdə olan üsyanlar var idi, məsələn, deyək, bir dövlət gəlirdi, başqasını işğal edirdi, orada öz qaydalarını, qanunlarını qoyurdu, vergilərini qoyurdu. İnsanlar da neyinirdi? Ona qarşı üsyan qaldırırdılar ki, yəni bu doğru deyil də, ədalətliliyi təmin eləmək üçün, sosial ədalətlilik baxımından. Bunlar hamısı sosial müqavilədir. Yəni, qoyulan qaydaların ədalətli olub olmamasını sorğulamaq. Yəni, bu mərhələdə olan insan deyəcək ki, qayda qanunlar var, nə gözəl. Misal üçün, kasıb bir səhv eləyən kimi tutub onu cəzalandıracaqlar, varlı bir səhv eləyəndə o bunu çox başqa yollarla həll eləyəcək. Bu artıq ədalətli olmadı, düzdür? Onlar onun ədalətliliyini sorğuluyurlar ki, niyə ədalətli deyil? Sosial müqavilədə budur, sosial ədalətlilik və ən yüksək mərhələmiz, universal etik prinsipləri. Bu mərhələdə olan insanlar isə artıq universal insanlardır. Baxın, burada dediyi, dırnaqarası yaxşı adam. Amma burada bunlar həqiqi yaxşı adamlardır. Onlar yaxşı insanlardır. Deyirik, insan adam. Bunlar insan adamdır. Həqiqi yaxşı insanlar. Yəni, onlar yaxşılığı edirlər. Nəyə görə? Sırf öz içlərindən gəldiyinə görə. Məsələn, bəli, birinə kömək eləyir, ondan qarşılıq güdmür, insanların görməsinə çalışmır. Özü sırf içindən gəldiyinə görə nə edir? O insanlara köməklik göstərir. Bu olur artıq universal etik prinsipləri. Universal insanlar həqiqətən yaxşı insanlar. Həqiqi yaxşı insanlar, yəni həqiqi yaxşı insanlar. Bəli, belə universal etik prinsipləri. Misal üçün deyir, ölüm cəzası. Misal üçün, ölüm cəzası
bir insanın yəni törətdiyi əməl nə olursa olsun, ona ölüm cəzası verilməməlidir. Bunu kim deyəcək? Yaxşı insanlar deyəcək təbii ki. Universal etik prinsipləri deyəcək ki, yəni cəza nə olur olsun, bizim onu öldürməyə haqqımız yoxdur yəni. Amma sosial müqavilə nə deyəcək? O deyəcək, əgər ədalətlidirsə, yəni onun törətdiyi cinayət həqiqətən ölümünə belə deyək də bədər bir şeydirsə, öldürsünlər onu. Həqiqətən də bəzi mənfələr var. Bəzi insanlar öldürərsiniz siz. Ölməyə haqq edir. Mən də geri qayıtdım. Edam cəzası. Hə? Səlahiyyət və sosial nizamın qorunması olsa, misal üçün deyəcək ki, nə? Qayda qanun deyirsə əgər, edam olunsun, olunsun o zaman. Olunmasını istəmirsə, olunmasın. Yəni, qayda qanunla baxacaq məsələyə. Belə, yaxşı. Bu, mənəvi inkişafı müəyyənləşdirmək üçün Kolberg dilemmalar irəli sürüb. Dilemma nədir? Yəni, bir neçə fikir arasında qoyan suallardır, hekayələrdir. Məsələn, orada 2 dənə hekayə var. Haynes dilemması və Joe dilemması var. Haynes dilemması nədir? 2 və daha artıq seçim arasında qalmaq. Yəni, bu tipdə hekayələr, suallar verilirsə, bu adlanır dilemma. Baxın, Haynes dilemması var. Bunu demişdim deyəsən sizə. Haynes'in həyat yoldaşı ağır xəstədir. Demişdim. Deməmişəm. Deyirəm. Deməli deyək ki, Haynes'in həyat yoldaşı ağır xəstədir və onun üçün dərman almalıdır. Dərman almaq, oğurlamaq. Bəli, aptekdən gedib dərman almalıdır, amma ona dərmanı satmırlar, düzdür? Çünki pulu yoxdur, ala bilmir. Gedib kimdən pul alsa belə bu işə yaramır yəni. Haynes'in bir yolu qalır orada, oğurluq etmək. Qarşısında bir neçə yol var, təbii ki, o da oğurluq yolunu seçir ki, həyat yoldaşı öləcək, ona görə gedir, oğurluq edir. Və Haynes şagirdlərə belə bir sual verir, daha doğrusu Kolberg. Deyir, siz Haynes'in yerində olsaydınız, nə edərdiniz? Bu yəni Haynes alim yoxdur. Yox, Haynes hekayənin baş qəhrəmanıdır. Bəli. Alim Kolbergdir. Haynes'in yerində olsaydınız, deyir, nə edərdiniz? Şagirdlər müxtəlif cavablar verirlər. Məsələn, biri deyir ki, mən Haynes'in yerində olsaydım, nəyin bahasına olursa olsun, mən də oğurlayardım. Çünki bir insanın həyatı xilas olmalıdır, yaşamalıdır o da. Bu hansı mərhələdir sizcə? Ən axırıncı, universal etik prinsipləri. Çünki deyir, nə olursa olsun, fərqi yoxdur. Uğurluq eləyəcəm, çünki o insanın həyatı xilas olsun. Digər şagird deyir ki, əgər cəmiyyət mənə qəhrəman deyəcəksə, mən onu oğurlayaram. Qəbul olunmadır, bəli. Yəni, əgər mənə yaxşı adam deyəcəklər, qəhrəman deyəcəklərsə oğurlayaram. Digər şagird deyir ki, mən oğurluq eləyərəm, birdən tutub mənim əlimi kəsərlər. Cəzalandırarlar məni yəni. Bu itaət və cəzadır. Oğurlamaz, çünki cəzadan qorxur. Digər şagird deyir ki, mən oğurluq etmərəm, çünki qanunlara ziddir. Mən səlahiyyətli şəxslərə müraciət edərəm. Adından məlum bu səlahiyyət və sosial nizamın qorunmasıdır. Digər şagird deyir ki, həyat yoldaşımdırsa uğurlayaram. Yox. İndividualizm. Şəxsi marağın güdür. Yəni, həyat yoldaşımdırsa uğurlayaram. Başqasıdırsa, ölsün, ölsün, yəni mənə nə? Öz yaxınımdırsa uğurlayaram deyir. Sosial müqavilə deyəcək ki, əgər dərmanı uğurlamaq həqiqətən ədalətlidirsə, məsələn deyək, onu əczaçı baha qiymətə satırdı, onun da almağa pulu yox idi, ona görə ədalətlidir, uğurlaya bilərdi. Əczaçını soruşursan ki, məsələn, deyirsən, başa salarsan ki, məsələn, əgər o insanın elik verirsə, amma vermirsə, mən zəqəm uğurlamaq. Bəli, belə, baxın, bu olacaq nə? Haynes'dən. Bir də orada Joe dileması var. Joe dileması da maraqlıdır. Deyir, Joe'nun atası ona hər dəfə pul verir. Deyir ki, bu pulu, yəni Joe da pulunu yığır ki, neynəsin? Getsin yay düşərcəsinə. Sonra Joe'nun atası bir gün dostları ilə getmək istəyir balıq ovlamağa, balıq tutmağa. Bu zaman Joe'dan neynir? Həmin o verdiyi pulları geri istəyir. İndi Joe burada pulu atasına verməlidirmi, yoxsa verməli deyilmi? Siz olsaydınız, verərdiniz atanıza, yoxsa verməzdiniz?
Hə, yəni oğluna pul verir ki, yığsın özü üçün, harasa getsin, nəsə iş görsün. Sonra da özünün keyfi düşür, yəni gedir balıq ovuna, pulu yoxdur amma. Pulu yoxdur, dostları ilə getməlidir balıq ovuna və bu zamanda nə edir? Oğlundan gəlir həmin pulları geri istəyir. Ata düz elədi. Ata düz elədi. Düzdür, evi pulunu alır. Verməzdi siz? Mən olsa verərdim, amma ata olaraq düz elədi. Hə? Siz verərdiniz bəs? Necə? Geri alacaqsa verərdiniz. Qarşılığında orada sən yazsın. Aha. Desə xərcləməm, yox. Hər zaman xərcləməlidirsən, yoxsa olmaz qarşılığında. Bəli. Yəni, məsələ nədir? Hər kəsin müxtəlif fikirləri ola bilər burada və bu fikirlərə əsasən də mənəvi inkişaf səviyyələrini müəyyənləşdirə bilərik. Belə. Bir də mənəvi inkişafı hansı yollarla təmin edə bilərik, yəni formalaşdıra bilərik. İlk növbədə elə mənəvi söhbətlər aparmaqla, şagirdlərlə bəzən nə etmək lazımdır? Mənəvi söhbətlər aparmaq lazımdır. Ailə ilə, tərbiyə ilə, həyatla bağlı müxtəlif situasiyaları canlandırmaq olar. Məsələn, rollu oyunlarla, simulyasiyalarla müxtəlif situasiyaları canlandırıb şagirdlərin empatiya hissini formalaşdırmaq olar məsələn. Müxtəlif yollarla. Məsələn, böyüklərin özlərinin mənəvi dəyərləri nəticəsində də şagirdlər uşaqlarda formalaşa bilər. Yəni, əgər bir şagirdin, uşağın valideyni, müəllimi mənəvi cəhətdən inkişaf etmiş insandırsa, onun təbii ki, xüsusiyyətləri də qarşı tərəfə nə olacaq? Ötürüləcək. Yəni, müşahidə əsasında öyrənəcək uşaq ondan. Yəni, valideyni necədirsə, uşaq da ona baxıb ən azından o şəkildə formalaşacaq onda da mənəvi inkişaf. Bəzən uşaqlar evinə və ya qocalar evinə, əlilliyi olan insanların yanına apara bilər ki, uşaqları neynəsinlər? Onların halını görsünlər, empatiya qursunlar, tanısınlar, yəni. Belə, bu formalarda mənəvi inkişafı təmin edə bilərik. Baxaq, misal üçün, burada biz 4 nömrəli suala. Sizcə, burada nə olacaq? Rəhim bu qaydanı heç vaxt pozmur. Çünki cəzadan qorxur. Düzdür? İtaət və cəza. Burada bəs niyə? Bəli, başqalarının eşitmək istədiklərinə görə bu qəbul olunmadı. Bəs burada nizam, intizam qorunması deyirsə, səlahiyyət və sosial nizamın qorunmadır. Burada bəs bəli, insan olduqları üçün mərhəmətli olmağı universal etik prinsipləridir. Burada bəs sevdiyim insanı itirməmək üçün individualizm, öz şəxsi marağın güdür, düzdür? Bəli. Burada bəs sosial müqavilə, bəli, çünki ədalətlilik və bərabər hüquqluluq qaydaları sual edirsə olur sosial müqavilə. Belə, görürsünüz, asandır, işləyəcəksiniz bu şəkildə.